Aziz ve değerli Müslümanlar, değerli kardeş ve bacılarımız, bugünkü cümə hutbemizin mevzusu Allah Resulü sallallahu aleyhi ve sellemin mevludu ve ehde vefa hakkında olacaktır. Bildiğiniz gibi biz sonuncu peygamber Hz. Muhammed Mustafa sallallahu aleyhi ve sellemin ümmetiyiz. Ne hoş bizim halimize ki ona ümmeti, ona ümmet olmağa çalışırıq. Ve artık neçə illerdir ki ümmet Allah Resulü'nün sallallahu aleyhi ve sellemin mevludunu vehdet həftəsi olarak qeyd edir. Tabii ki düşmən burada da boş durmamış, onun mevlud tarihlerini belə fərqli tarihlere salarak burada da ümmeti Müslümanları ayırmağa çalışmışlar. Ama bizim bir Resulümüz var, bir Peygamberimiz var. Onun her günü, hayatının her anı, her ili, her saati bizim için örnek ve numunelerle doludur. Ve biz bu bir haftalık vehdet haftası ki deyilir Allah Resulü'nün Rabiülevvel ayının 12'si ve 17'si tarihinde farklı mezheplere göre dünyaya geldiği tarihi bir haftanı ümmetin birliği adına, Müslümanların birliği adına vehdet haftası etmeye çalışırıq. Allah'a hamdolsun ki bu bir haftalık vehdetten biz uzağız. Bizim 10 illik vehdetimiz var. 10 illik vehdet tarihimiz var ki bu Allah Resulü'nün ömrünün vehdetinin numunesidir. Allah Resulü'nün ehli beytinin vehdetinin numunesidir. Allah Resulü'nün ashabının vehdetinin numunesidir ve Allah Resulü'nün yoluyla giden Evliyaullah'ın, müçtehitlerin, alimlerin vehdetinin numunesidir ki biz sadece dilde ona ümmet olmağa çalışmadık. Gücümüz çattığı ölçüde o bulağın gözüne üst tutarak, yönelerek o nece yaşadı, ümmetini nece istikametlendirdi, Kur'an-ı Kerim'in ayesine binaen Allah'ın ipinden mühkem yapışın, bölünmeyin, parçalanmayın ayesini nece heyecanla ümmetine çattırdı, ehl-i beytine çattırdı, ashabına çattırdı. Ashab da, ehl-i beyt de o ayenin etrafında nece mühkem yapışmağa çalıştısa, biz de çalıştık ki bu değerleri size aşılamağa çalışaq. Bu değerler etrafında birleşək. Çünkü bizim bir dinimiz var. Adı İslam'dır. Bir kitabımız var. Adı Kur'an'dır. Allah Resulü'nün hadis-i şeriflerine baktığımız zaman görürük ki orada bizi bölücülüğe değil, birliğe səsləyir bütün hadisler. Onun yoluyla giden hakiki alimler bizi birliğe səsləyir. Ve xüsusi olarak 21. əsrdə ümmət-i Muhammed'in perişan halı gözlerimizin karşısındadır. Müslümanlara edilen zulümler, akan kanlar gözlerimizin karşısındadır. Eğer hakikaten de birçok Müslüman ülkeleri o ümmetçilik şuurundan ayrılmasaydılar, o vehdet havasından kopmasaydılar, o birlikten kopmasaydılar, fitne, fesat ehli olmasaydılar, bugün ümmet bu hala düşerdi mi? Tabii ki düşmezdi. Ama bizim görünür Allah Resulü'nü doğru düzgün tanıyabilmemeyimiz, yahut bize doğru düzgün tanıtmamakları ve biz de bize öğretildiği kimi öğrenip yanlış düşüncelerin kurbanı olmağımız bugün bizim tam olarak vehdet havasının içerisine girebilmemeyimize sebep oldu. Ve ister ferdilikte insan vehdet havasından kopsun, eğer ferdi vehdet havasından koparsansa
imanın, mənəviyyatın, İslamın gözəlliklərini ruhunda və qəlbində yaşaya bilməzsən, İstəyirsiniz ətrafınızda olan nə qədər dost tanışlarınız varsa baxın. Təbii ki, hər biriniz onlarla qarşılaşıbsınız. Onlar sizin Heydər məscidinə getməməyiniz üçün əllərindən gələn səyi göstəriblər. Orada sünni, şiə hamı qarışıb bir-birinə fərqli formada namaz qılırlar, müxtəlif formada təbliğatlar aparıblar ki, bu vəhdət havasını pozsunlar. Amma Allah'a həmd olsun ki, onların hər apardığı təbliğat burada insanların sayının artmasına səbəb olur. Burada müsəlmanların daha da qardaşcasına birləşməsinə səbəb olur. Bax, bu baxımdan əgər ümmətçilik şuurunu anlaya bilməyən bir müsəlman heç vaxt fərdi şəkildə həqiqi İslam havasını uda bilməz. Və Allah Resulü buyurur, biri birinizi sevmədikcə iman etmiş olmazsınız, iman etmədikcə cənnətə girməzsiniz. İşin kökü, yolu haradan keçir? Sevgidən keçir. Qardaş olaraq biri-birimizi bağrımıza basmaqdan keçir. Amma fərqli yad düşüncələrin, Allah Resuluna xas olmayan, Əhl-i Beytə xas olmayan, Övliyaullah'a xas olmayan, səhabəyə xas olmayan fitnəli, fəsadlı düşüncələrin qurbanı olarıqsa, bugün dəstək verdiyimiz, bugün zövq aldığımız havanın əksinə çıxar və bunun əleyhində biz də müxtəlif təbliğatlar aparmış olarıq. Allah Resulü səhabələrindən birini Yəmənə vali göndərərkən ona deyir ki, ola bilsin, gələrkən, qaydarkən məni dünyada görməyəsən, dünya gözü ilə məni görməyəsən. Amma bilmiş ol ki, o şəxslər mənim ümmətimdir. O şəxslər mənə yaxındır. O şəxslər mənim qəlbimə və ruhuma doğmadır ki, onlar məndən ayrıldıqdan sonra da harada olmaqlarına baxmayaraq, hansı əsrdə, hansı zamanda, hansı dövrdə yaşamaqlarından asılı olmayaraq ömürlərini, həyatlarını təqva üzərinə yaşasınlar. Əgər həqiqətən də təqva üzərinə yaxınlaşmış, yaşamış olsalar, onlar məndən uzaqda olsalar da, onlar mənim ruhuma yaxındılar, onlar mənim qəlbimə yaxındılar. Bax, bugün biz gücümüz çatdığı ölçüdə əməllərimizlə, ortada olan işimizlə deyə bilərik ki, Allah'ım həmd olsun sənin böyüklüyünə ki, biz həmişə dediyimiz kimi bölücülərdən olmadıq. Biz birləşdirənlərdən olduq. Biz insanları parçalamadıq. Biz insanların düşüncəsində fikir ayrılığı salmadıq. Biz insanlara məscidlərə üst tutmayın, imamlardan uzaq durun, bu kimi düşüncələr yaymadıq. Bütün məscidlər Allah'ın evidir. Bütün məscidlərə üst tutun. Bütün məscidlərdə imamların xütbələrini dinləyin. Cümə namazlarında iştirak edin. Və hansı məsciddə olmağımızdan asılı olmayaraq o xütbələrin mahiyyəti, o xütbələrin motivi bizi həqiqi hədəfə, həqiqi istiqamətə yönətməlidir ki, biz Allah Resulünün ümməti isə Kur'an bizə bir olun deyir. Kur'an bizə dəyərlər ətrafında birləşin deyir. Kur'an bizə vəhdət edin deyir. Və Kur'an-ı Kərimin ayəsidir buyurur ki, Allah'ın qüdrət əli cemaatın üzərindədir, toplumun üzərindədir. Fərdi evində qıldığın namaz cümə namazı sayılmaz. Amma Allah evində gəlib qılacağın 2 rəkətli cümə namazı artıq cümə namazı sayılmış olar və onun qat-qatda savabını almış olarsan. Bir cümə növbəti cüməyə qədər sənin günahlarının bağışlanmasına vəsilə olmuş olar. Bu baxımdan bu vəhdət həftəsi fürsətdir ki, ilimiz doludur, günlərimiz doludur. Dünya məşğuliyyətləri, sosial şəbəkələr bizi bütövlükdə işğal edib, düşüncələrimizi işğal edib, qəlbimizi işğal edib, ruhumuzu işğal edib. İstəmirik biz bu yad ünsürlər tərəfindən işğal olunaq. Amma istəmədiyimiz halda belə bəzən TikTok saatlarla vaxtımızı alır, Facebook saatlarla vaxtımızı alır, Instagram və s. saatlarla vaxtımızı alır. Bir də görürük ki, Kur'an oxumaq istədiyimiz halda Kur'andan uzaq düşmüşük. Allah Kur'anda buyurur, Allah'ı çox-çox zikr edin. Zikr etmək istəyimiz olduğu halda zikirdən uzaq düşmüşük. Namaz qılırıq, namazda da bu kimi alətlərin qurbanı oluruq. Bax, belə bir düşəcəyimiz haldan qurtulmağın yolu nədən ibarətdir? Bu vəhdət həftəsində
Allah Resuluna yönelməkdən ibarətdir. Ona bol-bol salat və salam göndərməkdən ibarətdir. Allah da, mələkləri də Quranda ayədə buyurur ki, ona salat və salam göndərər. Göndərdiyimiz salat və salamlar, salavatlar mələklər tərəfindən sürətli şəkildə Allah Resuluna çatdırırlar. Və biraz hisslərimiz, duyğularımız açıq-aşkar olsa, biz ona göndərdiyimiz salavatların cavabının verildiyini hiss və duyğularımızda hiss etmiş olarıq. Bax, bu baxımdan belə bir fürsətimiz olduğu halda, bu kimi günlərdə, bu kimi dəyərli vaxtlarda, bu zamanlarda özümüz bu gözəlliyi yaşadığımız kimi ailə üzvlərimizə də yaşatmaq məcburiyyətindəyik. Övladlarımıza qəhrəmanımız olaraq, idealımız olaraq Allah Resulunu sevdirmək məcburiyyətindəyik. Allah Resulü buyurur ki, cənnət anaların ayaqlarının altındadır. Hansı anaların? O anaların ki, ayağının altında olan cənnəti övladına göstərə bilir. Yaxşı, anaların ayağının altındadırsa, atanın ayağının altında cənnət yoxdur mu? Təbii ki, atanın da ayağının altında cənnət var. Atanın da ayağının altında olan cənnəti ata övladına göstərməlidir ki, o cənnəti bizə göstərən Rəsulu tanıtmalıdır ki, sevdirməlidir ki, sabah müəyyən bir yaşa gəlib çatdıqdan sonra səni lazımsız biri kimi evdə artıq adam sayıb, aparıb haradasa uzaq bir yerdə sakin etməsin. Biz nə qədər Allah Rəsulunu övladımıza sevdirəriksə, özümüz sevəriksə, dolayısıyla da o qədər qazanclı və karlı çıxmış olarıq. Əziz və dəyərli qardaşlarım, dedik ki, Allah Resulü sallallahu aleyhi və alihi və səlləm bütöv həyatı ilə, ömrü ilə, yaşayışı ilə ümmət üçün, insanlıq üçün, bəşəriyyət üçün böyük bir əxlaq nümunəsidir. Mövzumuz əhdə vəfadır. O, verdiyi əhdinə heç vaxt xilaf çıxmazdı. Verdiyi sözünə heç vaxt xilaf çıxmazdı. Bir nəfərə söz vermişdi ki, bir yerdə görüşərik. Həmin gənci gözləmək üçün 3 gün verdiyi sözü yerində tutdu, gözlədi həmin yerdə. Gənc onu görəndə hər nə qədər Allah Rəsulunun əlinə ayağını düşsə də, Allah Rəsulunun ona dediyi tək bir kəlmə oldu, mənə əziyyət etdi. Bunun xaricində tarixdə rastlaşmır ki, Allah Rəsulu ona nəsə bir söz desin. Bunu bəşəriyyət tarixində Allah Rəsulunun xaricində heç kəsdə görməyimiz mümkün deyil. Belə bir nümunənin eynisini biz kimdəsə görək. Bu nümunə Allahın Rəsulu, Həbibim dediyi o mübarək Muhammed Mustafa sallallahu aleyhi və alihi və səlləmin həyatındaydı. Özü əzilsə də heç kəsi əzməzdi. Dostluq bağlarına, qardaşlıq bağlarına vəfa göstərərdi, sədaqət göstərərdi. İncisəniz də incitməni deyirdi. Bu mübarək Rəsulun tövsiyələridir. Və onun əhl-i beytinin həyatına baxdığımız zaman görürük, o məktəbdə elə dərs aldılar ki, onlar da belə yetişdilər. İmam Zeynul Abidin əleyhissalam buyurur ki, atam Həzrəti Hüseynin başı kəsilən qılıncı mənə əmanət olaraq versələr, mən onu olduğu kimi sahibinə qaytararam. Əhd vermişəm, əhdimi tutaram, vəfa göstərərəm. Bax, bugün bizim keçirdiyimiz Vəhdət həftəsi, Allah Rəsulunun mövludunu qeyd etməyimizə Allah Rəsulunun heç bir ehtiyacı yoxdur. Amma müsəlman olaraq, mömin olaraq itirdiyimiz dəyərlərə yenidən qayıtmaq üçün, ümmət şuuruna qayıtmaq üçün, birləşmək üçün biz onu yaxşı tanımalıyıq, onun həyatını yaxşı öyrənməliyik. Və Uca Rəbbimiz Quran-Kərimdə buyurur ki, Bismillahirrahmanirrahim وَالَّذ۪ينَ هُمْ لِأَمَانَاتِهِمْ وَعَهْدِهِمْ رَاعُونَ O möminlər ki, əmanətlərini və əhdlərini qoruyub saxlayarlar. Müminin surəsində möminlərin sifətini Rəbbimiz sadalayarkən buyurur ki, onlar möminlərdir ki, nəyi qoruyurlar? Həm əhdlərini qoruyurlar, həm əmanətlərini qoruyurlar. Bu din bizə əmanətdir. Biz Allah Rəsuluna söz vermişik.
vəd vermişik ki, sənə ümmət olacağıq. Başqa yolumuz da yoxdur. Bunun üçün ömrümüzün qalan hissəsini bütövlükdə səcdədə keçirib müsəlman olmağımıza görə Allaha şükür və həmd etsək, yetməz ki, biz başımızı səcdədən qaldırmayaq. Bir də müsəlman olmadan halımızı düşünək ki, biz müsəlman deyilik, dinsizik, imansızıq. Necə pərişan bir halda olardı. İslam bizə huzur verdi, İslam bizə gözəlliklər gətirdi, İslam bizə milli və mənəvi dəyərlərimizin içərisində nə qədər zənginliklər görülürsə görülür, hamısının kökündə İslam vardı. Və bu baxımdan əhdimizə vəfamızın, sədaqətimizin kökündə duran o müəllim kimdir? Allah Rəsulu və bizə də düşən vəzifə ona sədaqət göstərərək ömrümüzün qalan hissəsini əhdimizi pozmadan, vəhdəti pozmadan, qardaşlığı pozmadan ömrümüzü başa vurmaqdır. Cüməniz mübarək olsun, vəhdət həftəniz mübarək olsun, mövludunuz mübarək olsun.